Salam, axşamınız xeyir olsun. Kinostavaya baxırsınız. Studiyada Aynur Sahid. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Tanınmış şair Səhər xanım vəfat etdi. Güney Azərbaycanlı Qulam Rza Xani Şəkərab edam edildi. Neft $200 olacaq Zülfüqaridən açıqlama. Trump İranın zənginləşdirilmiş uran ehtiyatının məhv ediləcəyinə əmindir. CENTCOM İranı vurduğunu təsdiqlədi. İndi isə daha ətraflı. Həmidə Rəiszadə Səhər xanım Güney Azərbaycanın tanınmış və önəmli şairlərindən biri 74 yaşında İsveçin Malmö şəhərində vəfat edib və qürbətdə dəfn olunub. Səhər xanım Ərdəbildə doğulmuşdu və müasir Azərbaycan poeziyasında dərin dönüş yaradan böyük və öncül şairlərdən hesab olunurdu. O, yaradıcılığında ənənə ilə yeniliyi birləşdirən bir şair idi. Şeirlərində klassik ədəbiyyatın, irfanın və folklorun izləri ilə yanaşı, müasir insanın qayğıları, qürbət, azadlıq, müqavimət və Azərbaycan türk millətinin taleyi də əks olunurdu. Səhər xanımın şeirləri, xüsusilə onun Mavilər toplusunda sevgi, həsrət, azadlıq arzusu və milli kimliyə sədaqət duyğuları ilə zəngin idi. Onun şeirləri yalnız ədəbiyyat çevrələri ilə məhdudlaşmadı. Bir çox Azərbaycanlı onun səsində qürbətin ağrısını, təzyiqi, ayrı seçkiliyi və azadlığı olan ümidi hiss etdi. O, kollektiv ağrını şeir dilinə çevirərək bir nəslin yaddaşında iz buraxmağı bacaran şairlərdən idi. Onun Mavilər, Yaşıl mahnı, Aylı baxış, Bir dəstə təzə günəş adlı türk dilli kitabları, eləcə də Divani Qövsü Təbrizlinin tərtib və nəşri çap olunub. Lakin 1980-ci illərdən sonra Avropada yaşadığı dövrdə yazdığı şeirlər hələ də nəşr edilməyib. İran məhkəmə sistemi bugün, çərşənbə günü Ərdəbil şəhərindən olan Azərbaycanlı türk siyasi məhbus Qulam Rza Xani Şəkərab İsrail üçün kəşfiyyat və informasiya əməkdaşlığı ittihamı ilə edam edib. Mizan agentliyinin verdiyi xəbərə görə hökm Ali məhkəmədə təsdiqləndikdən sonra bu şəxs asılaraq edam olunub. İnsan haqları mənbələrinə görə o, istintaq və məhkəmə prosesi boyunca seçdiyi vəkilə çıxış hüququndan məhrum edilib və məhkəmə prosesi yalnız təzyiq altında alınmış etiraflara əsaslanıb. Xatırladaq ki, onun edam edilməsindən qısa müddət öncə Fars xəbər agentliyi xəbər yayaraq onun xarici ölkədən oğurlanaraq İrana gətirildiyini etiraf etmişdi. Agentlik əməliyyatın dəqiq yeri və vaxtı barədə məlumat verməyib. 2017-ci ilin əvvəlindən 2025-ci ilin sonuna kimi İran həbsxanalarında 766 sünni məzhəbli etnik bəluc edam edilib. Bu barədə Bəlucistan İnsan Hüquqları Sənədləşdirmə Şəbəkəsi məlumat yayıb. Məlumata görə 529 nəfər narkotik maddələrin alverinə, 34 nəfər siyasi ittihamları və qalanlar isə müxtəlif ittihamlara görə edam ediliblər. İran əhalisinin təxminən 5%-ni təşkil etmələrinə baxmayaraq, Bəluc vətəndaşları bu dövrdə ölkənin etnik qrupları arasında ən yüksək edam nisbətinə sahib olublar. İnsan haqları fəalları bunu fundamental ayrı seçkiliyin, geniş yayılmış məhrumiyyətlərin və ədalətli məhkəmə prosesindən qeyri-bərabər çıxışın əlaməti kimi dəyərləndirirlər. İran Həmkarlar İttifaqı rəsmisinin sözlərinə görə ərzaq qiymətlərinin kəskin bahalaşması bir çox işçini çıxılmaz vəziyyətə salıb və toyuq əti, yumurta və paxlallar kimi əsas qida məhsulları getdikcə əlçatmaz olub. Tehran İslam Əmək Birliyi Koordinasiya Şurasının İdarə Heyətinin üzvü Məcid Rəhməti bildirib ki, toyuq ətinin qiyməti hər kiloqram üçün təxminən 470 min tümənə yüksəlib. O əlavə edib ki, lobya və mərcimək kimi əsas alternativlər belə artıq əlçatmazdır. İndi toyuq işçilərin süfrəsindən əskilibsə, onu paxlalılarla mı əvəz etməliyik deyə o bildirib. Problem ondadır ki, paxlalılar da son dərəcə bahalaşıb. Rəhməti bildirib ki, əvvəllər 45 milyon tümən hesablanan minimum ailə yaşayış səbəti indi təxminən 70 milyon tümənə çatıb. Halbuki işçilər ayda təxminən 24 milyon tümən maaş alırlar. Yumurta yeşiklərinin qiyməti artıq 500 min tümənə çatdığı bir vaxtda işçilər bugün sadəcə sağ qalmaq və həyatlarını davam etdirmək uğrunda mübarizə aparırlar deyə o vurğulayıb. Xəbərlərimiz davam edir. İsrail 15 ildən sonra mövcud olmayacaq. Bunu İran rəhbəri Müştəba Xamneyi həcc mərasimi ilə bağlı yaydığı mesajda deyib.
İranın yeni rəhbəri atası Əli Xamneyinin İsrailin məhv olacağı ilə bağlı çıxışına işarə edərək proqnozlaşdırılan vaxtın 10 ilinin keçdiyini və qarşıdakı 15 ildə İsrailin yer üzündən silinəcəyini söyləyib. İsrail mənfur həyatının son mərhələlərinə yaxınlaşır və Allahın lütfi ilə ulu öndərin qətiyyətli və gələcəyə yönəlmiş sözlərinə uyğun olaraq Allah qoysa onun proqnozlaşdırdığı tarixdən 25 il sonra İsrail olmayacaq. Bu mesaj İsrail və ABŞ-nin İranın keçmiş lideri Əli Xamney də daxil olmaqla hökumətin yüksək vəzifəli siyasi və hərbi rəsmilərini öldürdüyü, İslam Respublikasının nüvə proqramının böyük bir hissəsini məhv etdiyi və son bir ildə iki müharibə zamanı İranın hərbi və iqtisadi obyektlərini və infrastrukturunu ciddi şəkildə zəiflədiyi bir vaxtda təsadüf edir. Qeyd edək ki, Müştəba Xamneyi İslam Respublikasının lideri təyin olunduğundan bəri onun heç bir səsi və ya görüntüsü yayımlanmayıb. Yeni rəhbərin adından yalnız yazılı mesajlar yayılıb. ABŞ yaxın şərqdə və İran yaxınlığında hərbi sərgüzəştlərini davam etdirdiyi müddətcə razılaşmadan söhbət gedə bilməz. Bunu Sepah rəsmisi İbrahim Zülfüqari X səhifəsində yazıb. ABŞ hökuməti dəfələrlə yalnız güc dilini başa düşdüyünü nümayiş etdirib. Neftin bir barilinin $200 olacağına hazır olun deyə o bildirib. Qeyd edək ki, ötən gecə ABŞ ordusu İranın cənubuna zərbələr endirib. Əl-Hədəd məlumatlı mənbələrə istinadən bildirib ki, İran yüksək dərəcədə zənginləşdirilmiş uranı ölkədən çıxarmağa hazırdır. Lakin İranın bununla zənginləşdirilmiş uranın yalnız Çinə göndəriləcəyi halda razılaşdığı bildirilib və İranın Vaşinqtonla mümkün razılaşma əldə etməzdən əvvəl Pekindən zəmanət alacağı qeyd edilib. ABŞ prezidenti Donald Trump İranın zənginləşdirilmiş uran ehtiyatının ya utilizasiya üçün ABŞ-yə daşınacağına ya da elə ölkə ərazisində və ya başqa uyğun bir yerdə məhv ediləcəyini əmindir. Trump bu barədə öz Truth hesabında məlumat verib. Zənginləşdirilmiş uran ya dərhal çıxarılıb məhv edilmək üçün ABŞ-yə köçürüləcək ya da yerində və ya uyğun bir yerdə İran İslam Respublikası ilə əlaqələndirilərək və ya razılaşdırılaraq məhv ediləcək deyə Trump yazıb. Fox News ABŞ Mərkəzi Komandanlığının sözçüsünə istinadən xəbər verib ki, Amerika qüvvələri bazar ertəsi İranın cənubunda raket buraxılış məntəqələri və İran qayıqlarını hədəf alıb. ABŞ rəsmisinin iddiasına görə həmin qayıqlar minalama əməliyyatı həyata keçirməyə çalışırdı. Fox News-un CENTCOM-a istinadən yaydığı məlumata görə əməliyyatın bir hissəsi İran qayıqlarına qarşı həyata keçirilib. ABŞ rəsmiləri bu qayıqların minalama hazırlığında olduğunu iddia edib. Bu, ABŞ mənbələri tərəfindən İranın cənubunda baş verdiyi bildirilən hücumlarla bağlı ilk rəsmi təsdiqdir. Bu hadisə Bəndər Abbas və Ərəb körfəzi ətrafında partlayış səslərinin eşidilməsi ilə bağlı xəbərlərlə eyni vaxtda təsadüf edir və İranın cənubundakı təhlükəsizlik vəziyyətinə diqqəti artırıb. Bundan əvvəl danışçu xəbər agentliyi yerli vaxtla ötən səhər Larək adasının cənubunun ABŞ və İsrailin hücumuna məruz qaldığını bildirmişdi. İran rəsmiləri bu iddialarla bağlı indiyənədək geniş və rəsmi açıqlama verməyib. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.